Retinolun üz dərisinə faydaları nələrdir? A vitamininin saf forması olan retinolun üz dərisinə saysız-hesabsız faydaları var. Gəlin bu faydaları haqqında danışım. Retinol ilk növbədə dərimizdəki qırışları azaldır. Dəridə kollagen istehsalını artıraraq sizin gec qocalmanıza səbəb olur. Retinol dərinizdəki ləkələri də azaldır. Dərinizdə günəşdən sonra, doğuşdan sonra, yaxud da ki sanaqdan sonra qalan ləkələr varsa, bu ləkələri yavaş-yavaş aradan qaldırır və pigmentasiya problemini həll edir. Retinol hətta sanaq problemini də həll edir. Xüsusilə dəraltı səpkilərdən əziyyət çəkirsinizsə, retinol dərinizin üst təbəqəsini təzələdiyi üçün altdakı sanaqların çıxmasına, bu da dərinizin yenilənməsinə səbəb olur. Lakin retinol istifadəsi zamanı bəzi nüanslara diqqət etməlisiniz. Məsələn, yaşınız azdırsa, dəriniz çox həssasdırsa, retinol faizi az olan məhsullardan istifadə edin. 0,1, 0,2 və 0,3 ideal faiz hesab olunur. Əgər yaşınız 40-ın üzərindədirsə və siz məhz qırışlar üçün istifadə etmək istəyirsinizsə, 0,5-dən yuxarı retinoldan istifadə edə bilərsiniz. Retinol istifadəsi zamanı dəri bariyerinizi möhkəmləndirməyə xüsusilə diqqət edin. Centella və aloe vera tərkibli toniklər və kremlər sizin dəri bariyerinizi möhkəmləndirərək dərinizin tez sağalmasına kömək edir. Retinol istifadəsinə gəlincə, həftədə 2-3 dəfədən çox retinol istifadəsi ilk başlayan dövrlərdə tövsiyə olunmur. Çünki çox istifadə etdiyimiz zaman sizin dərinizdə qızartıların, həssaslığın artmasına səbəb ola bilər. Bir də üzünüzə peeling tətbiq elədiyiniz gün AHA-BH tərkibli yaxud da ki salisil tərkibli məhsullardan üzünüzə vurduğunuz gün çalışın ki, retinol istifadə eləməyəsiniz. Əgər retinol istifadəsinə başlamısınızsa, hər gün çölə çıxarkən üzünüzə SPF vurmağı da unutmayın. Sonda isə bildirim ki, retinol dərini yenilədiyi üçün dəridə ilk günlər soyulma, qızartı ola bilər. Bu normal haldır. Çünki retinol dərini təzələyir, köhnə dəri yavaş-yavaş soyulub çıxır və artıq yeni dəri formalaşmağa başlayır. Əgər bu proses bir aydan çox davam eləyirsə, deməli sizin üzünüz retinola öyrəşə bilmir. Bu zaman bir dermatoloqa müraciət eləməyiniz, yaxud da ki retinol istifadəsini dayandırmağınız daha məqsədə uyğun olar. Retinolla bağlı suallarınız yaranarsa şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz.